Allah'ın salamı olsun hər kəsə. Əyləşdik, avtomobilimizi xodladıq. Deməli, açılsın monitorumuz. 51.2 MPC. MPC ilə bağlı çox sual verirlər. Onun üçün vacib bildim özümə bu videonu çəkib paylaşmağı. Deməli, gözəl insanlar, MPC birincisi nə qədər yüksək olsa, bir o qədər az yanacaq sərfiyyatı deməkdir. Və MPC-nin də normativi 40-dan yuxarıdır. Yəni 40-dan aşağı olmamalıdır. 40-dan yuxarı olmalıdır. Burada düzdür, bir neçə nüans rol oynayır. Mühərrikin yağ yeməyi, nə qədər yağ yeməyidir, yanacaq sisteminin necə olmasıdır. Ondan əlavə olaraq alışdırma şamlarının vəziyyətidir, baterikaların vəziyyətidir, quruş telin nə dərəcədə dolub dolmadığının vəziyyətidir. Bütün bunlar rol oynayır. Bu belə. Gördünüz, 51.2 idi səhv eləmirəmsə. İndi isə düşdü 50.3-ə. Burada bir nüanslardan biri budur ki, əgər az məsafə qət eləyirsinizsə, misal üçün xodladım, 5 km getdim, 2 km getdim, 3 km getdim, dayandım, təzədən neçə saat keçdi üstündən, təzədən xodladım, təzədən getdim. Bu halda avtomobil yüksək MPC yığa bilməz. Bu bir mənalıdır. Bunun MPC-nin müəyyən qədər çox olması üçün burada görürsünüz reset düyməsi. Reseti basırsınız, hansı bir uzaq bir məsafə qət eləyəcəksiniz. Misal üçün bir 50 km heç olmasa. Reset düyməsini basırsınız və yola başlayırsınız. Yola başlayırsınız. O zaman sizin həqiqi MPC-viz bəlli ola bilər. Yəni qısa məsafə qət etdikdə əsl MPC bəlli ola bilməz. Ola bilər də ki, sizin həqiqətən də avtomobilinizin yanacaq sərfiyyatı azdır, amma siz az sürdüyünüzə görə MPC azdır, yanacaq sərfiyyatı da elə bilirsiniz çoxdur. Ona görə də ilk növbədə uzaq bir məsafəyə reset edib çıxmaq lazımdır. Bu öz yerində. Növbəti isə baxın, çıxıram yola. Bismillah. Çıxıram yola. Baxın, bu sağda göstərir ha. Kurrent, görürsünüz. Bu hal-hazırda işlədilən yanacağımdır. Hal-hazırda. Bu nə qədər yüksək olsa, bir o qədər deməli hal-hazırda yanacaq işlətmir. Görürsünüz, hal-hazırda hibridin şotuna gedirəm. Yanacaq işlətmir. Baxın, indi qaz pedalına biraz toxunacağım və düşdü. Görürsünüz. İndi isə buraxıram. Buraxdıqca qalxır.